Olsun deyirik. Değerli dostlarımız, iş dünyasının nəbzini tutmaqda davam edirik. İllərin proqramı olan və həftə içi 5 gün saat 12-dən 2-yə sizin görüşünüzə gələn qovuşduran radyomuzda, arazımızda biznes mərkəzi ixtiyarınızdadır və bilirsiniz ki, bu layihəmiz biznes mərkəzi sahibkarlar klubumuza məxsus olan eyni adlı radyo layihəmizdə var, amma ümumilikdə isə biznes mərkəzi klubumuza məxsus bir neçə radyo efirləri var. Onlardan elə birini hazırda bu dəqiqə startını təqdim etdik və saat 2-yə qədər də bərabərik və bugün biz şirkətlərdəki iş mühitindən danışacağıq. İş mühiti necə olmalıdır və ondan irəli gələrək də ümumiyyətlə deməli insanlar arasındakı münasibətlər və təsir etmə imkanları, iş mühitindəki fəaliyyət istiqamətləri, əməkdaş, rəhbər münasibətləri və bu kimi məsələlərlə bağlı həmçinin də bu sahənin mütəxəssislərinin də psixoloqlarını da dəvət etmişik və bu üzrə də danışacağıq və sizi də müzakirələrdə aktiv iştiraka da dəvət edirik. Şirkətlərdə iş mühiti necə olmalıdır? Hər bir kəsin arzu etdiyi bir mühit var və hər bir kəsin də düşündüyü bir mühit var, amma bəzən istər iş mühitində, istərsə də hər hansı olduğumuz mühitdə qarşılaşdığımız problemlər olur və bu qarşılaşdığımız problemlərdən necə yaxşı bir formada qurtula bilərik və bundan çıxış yolları, imkanlar və bu kimi məsələlərlə bağlı danışacağıq təbii ki. Və amma ümumilikdə hər bir insan düşdüyü mühiti özü üçün xəyal edə bilər və yaxud da ki, bir insandır olduğu bir dostluq çevrəsini də xəyal edə bilər, amma o xəyal etdiklərimiz bəzən reallığa çevrilməyə bilər, elə adından da bəlli olduğu kimi bir xəyal olaraq da qala bilər və yaxud da ki, xəyal etdiklərimizin tam olduğu kimi də görə bilərik və bunu hətta iş mühitində, yəni biz biznes mühitində danışacaqsa, iş mühitində də əks etdirə bilərik və ümumiyyətlə iş mühitinə yollandığımız halda da elə bir hallar olur ki, kollektiv, komanda işi və bu kimi nüansları biz bəzən oxuduğumuz kitablar üzərindən və yaxud da ki, bizim mütəxəssislər tərəfindən deyilən fikirlərdən eşitdiklərimizi real bir keyslər üzərində bəzən görməyə bilirik, yəni real iş mühitində. Halbuki işə başlayarkən və ya da şirkətin özündə belə kollektiv olmalıdır, bu olmalıdır, pafoslu sözlər deyilir, amma bəzən o sözlərin heç 1% belə yerinə yetirilmir. Bu təbii ki, hər şirkətə aid deyil, amma bu belə hallar da var və bununla hər birimiz qarşılaşmışıq. Desək ki, yox, mən ümumiyyətlə bir 50 illik, 40 illik, 10 illik təcrübəmdə bununla rastlaşmamışam, amma biraz sual doğuran məsələlərdir və biraz səmimilikdən uzaq olar bu deyilən fikirlər. Hər birimiz qarşılaşırıq, yəni faiz göstəricilər çox olan, az olan, amma əslində iş mühiti necə olmalıdır və bu iş mühitindəki kollektivlik, birlik və bu iş mühitindəki gərginliklərdən xilas olma, iş mühitindəki sərbəst bir çalışma imkanı, işə götürən işçi arasındakı münasibətlər, əməkdaşlar arasında münasibətlər, rəhbər mövqeyi, əməkdaş mövqeyi, işçi yəqin dediyimiz mövqeyi və bu kimi nüanslar var ki, bunları müzakirə edəcəyik. Amma yəni mühit, bayaq da qeyd etdiyim kimi, təkcə iş mühiti deyil, burada ailə mühiti də var və ailədə uşaq var, böyük var və hər birimiz əslində iş mühitində ailədən formalaşan və bunun tətbiqinin əksini iş mühitində də göstərə bilirik və yaxud da ki, bünövrədən qazandıqlarımızın zamanın sonraki periodlarda, zamanlarda aşılanmasıdır əslində bizim yaşadıqlarımız, bizim çevrə dediyimiz mühit və bütün bunlar təbii ki, hər bir insanın özünün işinə, gedişatına, həyat tərzinə təsir etmiş hallardır. Biz bunları müzakirə edirik. Dəyərli qonaqlarımızı da dəvət edək və deməli, İnsan Yaşam Mərkəzinin icraçı direktoru Aytəkin Nəsirli bizimlə bərabərdir. Həmçinin də İnsan Yaşam Mərkəzinin həkim, klinik psixoloqu və İnsan Yaşam Mərkəzinin yeniyetmə və uşaq psixoloqu, qum terapisti bizimlə bərabərdir. Həm Xədicə xanım Həbibullayevanı, həm də Aynur Qəlamova'nı da salamlayırıq. Hər üçünüz xoş gəlmişsiniz. Efirimiz başladı. Çox sağ olun. Xoş gününüzə gələk. Təşəkkürümüzü bildiririk. Təşəkkür edirik. Çox sağ olun. Hacı xanım, xoş gördük. Çox sağ olun Rüfət bəy. Adətən tədbirlərdə çox görüşmüşük və sizin mərkəzinizdə biz çox bəyənirik. Layihələrinizə hər zaman biz də gəlmişik, tədbirlərdə iştirak eləmişik. Möhtəşəm həm yerli, həm xarici qonaqların iştirak ilə tədbirləriniz də başladı və bugün də sizin mərkəz olaraq da, İnsan Yaşam Mərkəzi olaraq da müxtəlif layihələr, təlimlər, seminarlarınızın keçilməsi və həm də şirkətlərə iş mühiti ilə bağlı, ümumiyyətlə ailə mühiti bağlı etdiyiniz peşəkarlar tərəfindən aparılan təlimlər, dərslər çox keyfiyyətlidir və biz də bunu yaxından izləyirik və təşəkkürümüzü bildiririk. Öncəliklə fürsətini istifadə edib istərdik ki, bir mərkəziniz haqqında da biraz məlumat verək.
Yaxına zəhmət olmasa. Çox təşəkkür edirəm Rüfət bəy, dəvətiniz və bura bizi mütəxəssislərimizlə bərabər məlumatlarımızı, bizim biliklərimizi bölüşməyə imkan verdiyiniz üçün minnətdaram. Xoşdur. Bizim mərkəz İnsan Yaşam Mərkəzi artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir və İnsan Yaşam Mərkəzi digər mərkəzlərdən, digər mental psixoloji sağlamlıq mərkəzlərindən fərqləndirən ən əsas cəhətlərindən bir neçəsini vurğulamaq istəyirəm ki, bizim mərkəzin fərqli xüsusiyyətlərindən biri ilk kompleks ruh, bədən, zehin istiqamətində kompleks xidmət göstərməsi ilə fərqlənir. Burada biz sadəcə psixologiya üzərindən yox, həm sağlam qidalanmadır, psixologiya ilə yanaşı sağlam qidalanmadır, yoqadır, eyni zamanda qrup terapiyalarıdır, təlimlərdir, digər terapiyalardır, coach proqramları kimi xidmətləri bir arada, eyni məkanda bir ahəng şəklində. Koçluq, yaşam koçluğu. Yaşam koçluğu və biznes üzərindən. Biznes koçluq. Bəli, koçluq vardı. Bundan əlavə bizim mərkəzin xüsusiyyətlərindən biri, ən önəmli xüsusiyyətlərindən biri də bir insanın təkcə bir problemi deyil, bir çətinliyi deyil, ona bütöv varlıq üzərindən, yəni onun bütün varlığının prizmasına yanaşmamızdır. Yəni onun həm sağlıqlı bədəni, sağlıqlı ruhu, bilirik ki, bədənimiz nə qədər sağlam olarsa, bizə, yəni düşüncələrimizə də, bizim əhval-ruhiyyəmizə də o qədər yaxşı təsir edir. Eyni zamanda psixoloji cəhətdən də nə qədər sağlam olarıqsa, o qədər bizim işimizə, digər münasibətlərimizə, digər fəaliyyətlərimizə də təsiri böyükdür. Bununla yanaşı bizim mərkəzdə tək terapiyalar yox, eyni zamanda bizim layihələrimiz, tədbirlərimiz, korporativlərlə işlərimiz həyata keçirilir. Həm bizim öncəliklərimizdən biri də xarici mütəxəssislərlə, türk mütəxəssislərlə çalışmamız, əməkdaşlıq etməyimizdir. Sinan Canan var, neyrobilim üzrə uzman, bizim mərkəzimizin baş danışmanıdır. Bizim fəaliyyətlərimiz onunla da davam edir. Eyni zamanda əməkdaşlığımız Professor Doktor Nevzat Tarhan, Professor Doktor Kəmal Sayar, Gülfəri Yıldırımdır, professional koçluq mərkəzidir, Mahmud Talha Sağlıqlıdır ki, bu kimi mütəxəssislərlə bizim əməkdaşlığımız davam edir. Mahmud Talha Sağlıqlı da bizim yəni Azərbaycanda da, bizim mərkəzdə də müxtəlif təlimlər, eyni zamanda şirkətlərdə də müxtəlif seminarlar həyata keçirmişdir. Dik duruş və fit beyin üzrə mütəxəssisdir Mahmud Talha Sağlıqlı. Biz qeyd etdiyim kimi müxtəlif korporativlərlə də işləyirik. Bugünə qədər biz OBA-da, Kapital Bankda müxtəlif seminarlar həyata keçirmişik. Eyni zamanda müxtəlif şirkətlərdə, hal-hazırda Bolt şirkətinlə əməkdaşlığımız artıq bir ilə yaxındır ki, davam eləyir. Teleperformansdır, Azərsun, digər şirkətlərdə bizim təlimlərimiz və korporativ işbirliyimiz davam edir və etmiş olanlar da var. Bu şəkildə bizim bu mərkəzdə qeyd etdiyim sahələrlə yanaşı uşaq sahəsinə də biz üstünlük vermişik. Çünki bilirik ki, hal-hazırda uşaq problemi də, uşaq sahəsində olan çətinliklər də ön plandadır. Uşaq sahəsinə aid nitq problemləri üzrə sahəmiz, eyni zamanda müalicəvi bədən tərbiyəsi və uşaq və yeniyetmə sahələri üzrə də bizim fəaliyyətlərimiz davam edir. Elə mən istərdim ki, həm böyüklər, həm uşaqlar üçün elə mütəxəssislərimiz buradaykən onlardan da vacib və qısa məlumatları əldə edək. Mən sizə təşəkkür edirəm. Çox sağ olun ki, dəvət eləmisiniz. Çox sağ olun ki, bizə də özünüzü tanıtmağa şərait yaratmısınız. Çox sağ olun, xoş gəlmisiniz və fəaliyyətiniz əslində çox genişdir. Bəli. İstiqamətlər çoxdur və indi Aytəkin xanım sizin də sadaladığınız kimi həm istiqamətlər üzrə, həm edilən seminarlar, həm Türkiyəli mütəxəssislərin burada mütəmadi gəlib çıxış etməsi, həm burada təlimlər keçməsi və şirkətləri də vurğuladığınız kimi böyük bir korporativ şirkətlər olaraq təlimlərə sizin əməkdaşlarınızın və daha doğrusu şirkət nümayəndələrinizin qatılması və şirkət əməkdaşları üçün belə təlimlər, istər yaşam koçluğu ilə bağlı, istər biznes koçluğu ilə bağlı istiqamətlənmə, hətta yeni başlayanlar üçün də biz sizin bildiyim qədərilə şirkətlərə istiqamətlənmə ilə bağlı tədbirləriniz və təqdimatlarınız olub, proqramlar təqdim edirsiniz. Çox möhtəşəm və indi biraz irəliləyən dəqiqələrdə biz mütəxəssislərlə də peşəkar dostlarımızla da danışacağıq, yaşam mərkəzinin əməkdaşları ilə və biz həm iş mühiti, həm ümumiyyətlə uşaqlarla dediyimiz kimi çalışma mühitidir. Çünki bu hər biri bir biznesin sahəsidir. Yəni uşaqlarla çalışmaq demək deyil ki, ancaq ailədə olur. Məsələn, uşaq bağçalarında həm hər zaman uşaqlara baxan hansı ki şəxslər olur ki, onları da bir növ istiqamətlənmə olar.
O da bir işin bir kiçik biznes tərəfidir və yaxud da ki, uşaq bağçalarında biz uşaqlarımızı, evladlarımızı onlara həvalə edəndə oradakı əməkdaşların davranışları da bir üslubdur. Çox təəssüf olsun ki, bəzən biz xoşa gəlməz məqamlarla da qarşılaşmışıq, eşidirik sosial mediada uşaqlarla davranışlar heç də reallıqları və ümumiyyətlə uşaq davranış prinsiplərini əks etdirmir. Ümumiyyətlə insani bəzən o keyfiyyətlər var ki, onları aşılamaq çətinliyi var və bu kimi nüanslar əslində hər bir fərddə necə formalaşmalıdır, uşaqlara aşılanmalı olan məqamlar necə olmalıdır, ümumiyyətlə bir uşaqlara xidməti necə təşkil etmək lazımdır və bu xidmətin biznesini bazarda necə sağlam formada etmək lazımdır. Bunlar əslində bir şirkət açmaq olar və bir bağça açmaq olar, bir məktəb açmaq olar, yəni lisey və ya fərqi yox, hansı bir xidmət sektoru etmək olar. Amma bunun və yaxud da böyük bir şirkət qura bilərsiniz. Amma bunun istiqamətlənməsi və cəmiyyətimiz tərəfindən böyük rəğbəti orada olan işin keyfiyyəti və əməkdaşların o işə münasibətindən çox şey asılıdır. Və biz ilerleyen dəqiqələrdə bunları müzakirə edəcəyik. Dəyərli dostlar, siz də fikirlərinizi bizim mövzumuz çərçivəsində yaza bilərsiniz və biz həm də şirkətlərdəki iş mühitini də müzakirə edirik. Necə olmalıdır deyə müzakirə edirik və siz də reallıqları və əslində qarşılaşdığınız məsələləri və necə görmək istədiklərinizi həm sual şəklində, həm də tövsiyə formatında bizə bildirə bilərsiniz. 099 810 33 bizim WhatsApp nömrəmizdir ki, buraya yaza da bilərsiniz. Səsli mesajlarınız da qəbul olunur. Bizi dinləməklə bərabər izləmək də mümkündür. Deməli, Araz FM-in Facebook səhifəsində də canlı olaraq yayımlanır və bu dəqiqədə bizi canlı bir şəkildə izləyə də bilərsiniz. Hətta bizim efirimiz bitəndən sonra da canlı yayımız arxivlənir. Yəni bu efiri istənilən vaxt efirin zamanını, saatına uyğun olaraq da tam rahat şəkildə izləyə bilərsiniz. Birazdan suallarımız bizim dəyərli mütəxəssislərimiz olacaq və indidən görəm ki, artıq suallar bizə gəlməkdədir. Fikirlər bizə gəlməkdədir. Artıq 7 sualla bizə müraciət edənlər var. Hətta bizi salamlayanlar da var. 35-20-dən yazıblar ki, işinizdə uğurlar. Çox təşəkkür edirik. Bizim WhatsApp nömrəmizə yazan dinləyicilərimizə təşəkkür edirik. Birazdan burada olacaq. Biznes mərkəzi saat 2-yə qədər davam edəcək və bu müddət ərzində həm müzakirələrimizi aparacaq, həm rubrikalarımız var, həm də yarışmamız da keçirəcək. Sobex, möhkəm kafel və keramika yapıştırıcısı. İstənilən hava şəraitində hər növ daxili və xarici səthə yüksək yapışma gücü, rahat istifadə, uzun ömürlü keyfiyyət. Daha nə olsun? Sobex, möhkəm olsun. Araz Radyosunda reklam vaxtı. O həm təmirdə, həm də alışverişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alışveriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Soyuq aylar, daxili işlər üçün ən uyğun zamandır. Panda'nın Pamplus boyası bu işdə sizə kömək edəcək. Yüksək yapışma gücü, yuyula bilən və çatlamayan formulu ilə Panda Pamplus boyası hər növ daxili setləri mükəmməlləşdirir. Panda boya, renk qatır dünyaya. Qısa nömrəmiz Ulduz 1008. Yeni markalar, sürpriz endirimlər, mükəmməl restoranlar, məşhur fast food şəbəkələri, uşaqlar və gənclər üçün əyləncə. Portal Games, City Park Mall'da, şəhərin yeni cazibə mərkəzində 400 maşınlıq, 2 mərtəbə qapalı parking və ilk 3 saat pulsuz parklanma yolunuzu gözləyir. Rahat alışveriş, unudulmaz dadlar və gününüzü əyləncə ilə dolduracaq bir məkana hazır olun. Ünvan Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kesişməsi, Bakı, Ağşəhər. Xəbərin yoxdur, indi bil, obadan hədiyyədir. Bakıda 2 otaqlı, tam təmirli mənzil və yepyeni avtomobil. Qonşu obadan sən də qazan, martdan aprelə var həyəcan. Gəl iştirak et unutmadan, ay qonşu gəl sən də qazan. Oba marketdə lotereya var, iştirak et sevinç apar. 30 aprelədək Oba Marketdən 20 manatlıq alışveriş et, Bakıda 2 otaqlı mənzil və ya avtomobil qazanma şansı əldə et. Best Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulquz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi.
Ev və iş yeriniz üçün mükəmməl parket axtarırsınız? Azərbaycanın keyfiyyətli parket brendi olan Mr. Wood sizin üçün isti döşəmə rahatlığını, davamlığı və zamansız gözəlliyi bir araya gətirir. Cızılmaya qarşı dayanıqlıdır. Hər dizayna uyğun mükəmməl seçimləri var. Tam 25 il şirkət zəmanəti də mövcuddur. İndi Mr. Wood ilə məkanınızı yeniləyin və keyfiyyəti hiss edin. Telefon 070 288 1991. Ünvan Ağşəhər, Xəqani Rüstəmov 6. Yol nəqliyyat infrastrukturu, tikinti işlərinin layihələndirilməsi, tikinti təmir, bünövrə, qazıntı və söküntü, su meliorasiya işlərinin aparılması, abadlıq, yaşıllaşdırma, park və istirahət zonalarının, süni göllərin salınması, körpülərin tikintisi və bərpası, fibroptik kabellərin çəkilməsi, landşaft, beton işləri və bu kimi bir neçə xidmətləri ilə seçilən Aran Construction ağır və xüsusi texnikaların icarə və satışını da həyata keçirir. Zumlion kənd təsərrüfatı traktorlarının Azərbaycanda rəsmi nümayəndəsidir. Maraqlananlar 055 399 0707 nömrəsi ilə əlaqə saxlaya bilər. Avtomobilinizə Power Oil mühərrik yağları ilə güc qatın. Almaniya istehsalı olan Power Oil-ı bütün yağlama və ehtiyat hissələri məntəqələrindən əldə edə bilərsiniz. Bu markanın hər növ mühərrik, sürət qutusu yağları və antifrizləri mövcuddur. Power Oil yağlarının Azərbaycanda rəsmi nümayəndəliyi All Oil MMC-dir. Telefon 099 941 14 14. Neptunla bütçənizə qənaət edin. Aprel ayının 16-sına dək 3 kiloqram Ariel yuyucu toz 18 manat 99 qəpik deyil, cəmi 10 manat 99 qəpik. Telefon 162 Neptun Supermarket. Araz Radyosu'nda reklam vaxtı. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznesə başlamaq istəyirsən, istəmək kifayət deyil. Əsas ilk addımı atmaqdır. Bu dəfə sıfırdan yox, təcrübələrdən başla. İş adamlarının hekayələrini Biznes Mərkəzində dinlə. Efirimiz davam edir. Değerli dostlar, ilk saatdayıq və biz şirkətlərdə iş mühiti necə olmalıdır bu üzrə danışırıq və dəyərli dostlarımızı da dəvət etmişik. İnsan Yaşam Mərkəzinin icraçı direktoru Aytəkin Nəsirli və İnsan Yaşam Mərkəzinin həkim klinik psixoloqu Xədicə xanım Həbibullayeva və mərkəzin yeniyetmə uşaq psixoloqu Aynur Qələmova da bizimlə bərabərdir və öncəliklə gəlin keçid edək birinci Xədicə xanım sizin üzərinizdən danışaq. Elə mövzumuza uyğun olaraq da yəni ən önəmli məsələ şirkətlərdə bir iş mühiti formalaşmasıdır. Əslində geniş bir anlamdır və bəzən biz bu iş mühitinin istər münasibətlər, istər komanda şəklində birlik, mən nə bilim, əzmkarlıq, adını qoya bilərik, ailə iş mühiti və bəzən bu iş mühitində ailə sözündən də sui-istifadə olunur. Yəni kimə necə sərf edəndə ailə məsələsi kimisə yadına düşür, maaş məsələsi gələndə kiməsə bəzən yadına düşür, bəzən bir əməkdaşı 5 dəfə işlətmək üçün ki bu manipulyasiya eləmək istəyirlər. Bəli, bu yada düşür ki, necə yəni biz bir ailəyik, biz gecə də olsa işləməliyik, xeyr elə bir şey yoxdur. Niyə axşam çağı işdən əlavə kənar vaxt işləməliyik ki? Okeydə bir dəfə dostluq, 2 dəfə əməkdaşlıq, bir dəfə çörək yediyimiz yerə hörmət almadığımı, bir dəfə, 2 dəfə. Yəni bu hallarla təbii ki, deyək ki, yox, bu havadandır, havadan deyil, reallıqlardır. Yəni bugün tam səmimi zaten danışırıq hər zaman kimi. Yəni, və burada heç kim də aldatmaq da lazım deyil. Bu real bir vəziyyətdir. Yəni bunu hər bir insan yaşayıb, başına gəlib, başına gəlməyənlərini isə eşidiblər, görüblər. Bu məsələlərlə bağlı da zaten indi şirkətlər ciddi iş saatı prinsiplərinə əməl edirlər. Əməl etməsi çox vacibdir və aidiyyatlı qurumların da buna da nəzarəti çox vacibdir. Xədicə xanım, danışaq şirkətlərdə iş mühiti. Yəni onun həm iş mühiti formalaşması tərəfindən, həm də işə bir psixoloji yanaşma tərəfindən. Elə insan var ki, işə qaça-qaça gedir, elə insan var ki, işə məcburiyyətdən gedir. Bəli, xoşbəxt o insandır ki, yadımdan çıxıb ki, kim deyibdi, xoşbəxt o insandır ki, işə də qaça-qaça gedir, sevinə-sevinə gedir, evə də sevinə-sevinə gəlir. Mən cütlüklərlə işləyirəm, əsasən ailə terapiyası ilə məşğul oluram. Orada əsasən insanlar nə vaxt gəlirlər? Artıq bıçaq sümüyə dirənəndə, necə?
ailədə hər şey bərbad vəziyyətdədir, artıq nə qədər vaxtda çox pis vəziyyətdədir, amma artıq işimə də yansır. Xarakterimizdədir. Yəni biz həkimə də gedəndə, yəni Bəli, ölüm bəli. halında gedirik, yəni. Artıq işə yansıyır, artıq müdir ona hansısa iradə bildirir ki, sənin halın mənim xoşuma gəlmir, nə baş veribdi? Hə, ona deyəndə və o da ağlayıb özünü, yəni bu dərdini açıb deyəndə deyirlər ki, bəlkə sən bir psixoloqa gedəsən. Yəni müdir işçiyə deyir ki, bəlkə psixoloqa gedəsən. Bəli, o zaman gəlirlər psixoloqa. Təbii olaraq ailədəki münasibətlər işdəki münasibətə çox böyük təsiri var. Məsələn, mən xəyanətlə işləyirəm, xəyanətə məruz qalan insanlarla işləyirəm. Xəyanətə məruz qalmış insan necə ailəsində, yəni çox pis vəziyyətlərdə psixoloji tamlığı pozulmuş bir insandır. O necə işdə gedib normal şəkildə işini görə bilər. Bəli. Əlbəttə ki, o çətindir. Yəni müxtəlif səbəblər olur. Sizin amma sualınıza cavab, yəni bunu verə bilərəm ki, nəyə görə bu cür manipulativ dialoqlara gərək görürlər də, Bəli. yəni müdirlər. Ona görə ki, ailəmizdə hər şey təməldən gəlir, ailədən gəlir. Valideynlərimiz bizlə normal şəkildə düzgün ünsiyyətin nə olduğunu öyrətmədiklərinə görə, indi Aynur xanım da uşaq psixoloqumuz da indi buradadır deyər. Bəli. Düzgün şəkildə dialoq qurmağa öyrətmədiklərinə görə və manipulyasiyanı ancaq manipulyasiya ilə danışdıqlarına görə və həm də əsasən bizə demokratik mühit deyil də ailədə əsasən avtoritar bir mühit olur. O avtoritar mühitin nəticəsində belə bir manipulativ dialoqları biz öyrənirik və nəticədə öyrəndiklərimizi də gətirib işimizdə tətbiq edirik. Misal üçün, mənə maraqlıdır, həmişə məclislərdə müxtəlif sahənin insanları olur, mən həmişə sual verirəm, məsələn, biləndə ki, harada işləyir, sual verirəm ki, məsələn, müdir, rəhbər şəxs necə danışır və yaxud da rəhbərdir, elə onun özünə sual verirəm ki, məsələn, hansı iradə bildirəni, hansı şəkildə bildirirsiniz? Deyirəm ki, ayıbdır, cəmaat bizə nə deyər? Niyə biz filan kəsdən geri qalmalıyıq, müqayisəyə gedir? Yəni, baxırsan ki, burada heç bir sağlam iraddan, sağlam yəni dialoqdan söhbət getmir. Bəli. Burada ancaq Sadəcə günahlandırma, bəli, müqayisə etmək, günahlandırma, yəni kim nə deyər, ayıb utandırmaq metodlarından istifadə olunur. Qınaq, hə, bəli. Bu isə çox ağırdır, acınacaqlıdır. Burada inkişaf ola bilməz. Çünki avtoritar mühitdə insan heç nəyə görə bizdə insanlar bilmirlər ki, məsələn, emosiyalarını idarə etmək. Bu saat emosiyaları necə idarə edə bilərsən adın başlığı altında bir seminar ver, hamı gələcək. Çünki heç kim emosiyalarını düzgün şəkildə idarə edə bilmir. Niyə? Çünki biz axı emosiyalarımızı birinci tanımalıyıq ki, sonra onu idarə etməyə bacaraq. Emosiyalarda insan necə tanıyır? Misal üçün, mən ağlayıram, deyək ki, uşaq olanda, uşaq ağlayır, ana onu başını sığallayır, sadəcə yanında durur, heç nə demir, ya da ki, deyir ki, hə, incitdi deyəsən, qəbul edir onun emosiyasını. Bu da başa düşür ki, hə, bu emosiya nəsə normal bir şeydir, mən incitməyi də, ağlamağım da normaldır. Bəli. Və yəni bunu burada qeyri-adi bir şey yoxdur. Amma bizdə nə edirlər? Da burada ağlamalı nə var ki? Niyə ağlayırsan, qınadı? Və yaxud da ağlama, sən ağlayanda mən əsəbləşirəm, qurban olma, ağlama. Tez əlinə nəsə verir ki, ağlamasın. Təbii olaraq bu uşaq böyüyür, emosiyasını tanımır, tanımadığı halda da nəyi idarə eləyəcək? Emosiyanın adını da bilmir. İnandırım sizi ki, Ona ilə mən də bayaq dedim ki, bəzən bizim iş mühitində və yaxud da ki, daha böyük yaşlarda o mühitdə özümüzü apara bilməməmiz əslində fundamentdəki səhvlər ucbatındandır. Bəli. Mən elə o sözünüzə qüvvət, mən isə başqa bir şeydən danışacaqdım. Mən sizin sözünüzə qüvvət bunları danışıram. Və sonra da biz insanlardan uğur istəyirik. Baxın, biz istəyirik ki, bizim uşağımız uğurlu olsun. Mən də həmişə sual verirəm ki, siz istəyirsiniz ki, mən yeniyetmələrlə işləyirəm, bir də böyüklərlə işləyirəm. Mən deyirəm ki, siz istəyirsiniz ki, nə vaxta qədər uşağınız sözə qulaq asın olsun da. Deyir ki, misal üçün, heç olmasa 15 yaşına qədər bir sözümə qulaq asın da. O birisi deyir ki, 18 yaşına qədər. Gedə böyüyür. Deyirəm ki, bəs yaxşı, bu nə vaxt səhv eləsin, nə vaxt o səhvini başa düşsün, nə vaxt təcrübə qazansın, nə vaxt sənin üstüvə, nə vaxt sizin bir yerdə ana
uşaq dialoqunuz düzgün şəkildə formalaşsın ki, bir o da iradını bildirsin sənə ana kimi də. Bəli. Sən də ona bir iradını bildirəsən ki, yox, ay oğlum, ay qızım, sənin səsinin tonu mənə xoşuma gəlmədi. Çox xahiş edirəm, sözünü dinən, mən səni dinləyəcəm, amma səsinin tonu xoşuma gəlmədi. Və sən bu nə vaxt demək fikrindəsən? Buna nə vaxt öyrədəcəksən? Hə, onu da fikrə qalırlar. Amma sonra uşağın uğur qazanmağını istəyirlər. Baxın, həmin o iş yerində bu Terman bizim insanlar Terman psixoloqun adıdır. Amerikada 1921-ci ildə ən uzun sürən bir araşdırmadır. Hardasa bu araşdırma yəni 75 il nədə sürübdür. Onu elə başlayan psixoloqlar artıq vəfat eləyir. Sonra yəni gələn nəsillər 3-cü, 4-cü nəsil bu araşdırmanın nəticəsini bizdə yəni dedilər də necə oldu. Bunlar başlayanda həmin bu Terman adlı psixoloq fikirləşirdi ki, insanın IQ-su nə qədər çoxdursa, demək ki, onun uğuru o qədər çox olacaq və bunu müəyyənləşdirmək istəyirdi. Və IQ səviyyəsi 135-dən və 135 və onun üzəri olan uşaqları cəlb eləmişdi. Təsəvvür ki, 1528 uşaq bu araşdırmada iştirak edirdi. Və nəticədə məlum oldu ki, sən demə heç IQ səviyyəsi uğurun aşağı deyilmiş. Təsəvvür edirsiniz. Amma bizdə nə edirik? Biz yemirik, içmirik. Əziyyət çəkirik, pul qazanırıq. Çox yaxşı məktəblərdə oxuduruq uşaqlarımızı ki, IQ-su yüksək olsun, dərsini yaxşı oxusun. Amma əslində uşaqların gələcəkdə uğur qazanması üçün başqa bacarıqlar sən demə lazım imiş. Və bu başqa bacarıqlar nə imiş? Araşdırmanın nəticəsi onu göstərdi ki, sən demə IQ yox, insanın emosional dayanıqlığı, psixoloji çevikliyi, sosial bacarıqları, iradəsi, motivasiyası, sağlam olmağı, bunlar insanın həyatında uğur qazanmasına kömək edirmiş. Aydındır. Və növbəti bir sual ilə həm iş, həm ailə mühitinə əks etdirir və Aynur xanımın sualımızı ünvanlamaq istərdik. Bu nədən ibarətdir? Yəni bugün yəni hər birimiz o ailələri görə bilirik ki, yəni ata da işləyir, ana da çalışır. Və bəzən biz belə bir vəziyyətdə valideynlər uşağı daha erkən bağçaya, uşaq bağçasına aparmaq olurlar. Yəni belə bir vəziyyətdə bu ailə söhbətli olmasına, ailə bir dialoqunun pozulması baş verə bilir, uşaqla təmas azalır və belə bir vəziyyətdə çıxış yolu nədir və bugünkü reallığı necə görürsünüz və bunun psixoloji tərəfi, uşaqlara təhsil imkanları və bir də əhəl xüsusda daha erkən uşağı bağçaya yazılır. Bir də görürsünüz, uşağın heç bir yaşı deyil, onu iş mühitində ata və ana çalışdığı üçün uşağı daha tez deməli, bağçaya, uşaq bağçasına göndərmək olur və bu kimi xidmətləri artıq göstərən bağçalar da var. İndi məcburiyyətdən dolayı bu məcburiyyət həm də bir biznesə çevrilib artıq və bundan da, amma həmin bu bir yaşı olmayan uşağa baxan şəxs hansı üstünlüklərə malik olmalıdır? Yəni bu bağçanın müdirəsinin və ya da müdirinin qohumudur, dostudur, hansı bir tanışıdır, o tanışlıq mı hansı səviyyədə bir uşağı etibarlıq yarada bilər və bir də bu çıxış yolu imkanlarını deyirik. Çox üzr istəyirəm. Aynur xanım başlamamışdan əvvəl mən bu yaxınlarda eşitdim ki, 6 aylıq uşağı belə götürürlər bağçaya. Bağçalar artıq bunun rəqabətini aparırlar. Ki, Filan bağçada 8 aydan başlayıb, bizdə 6-cı aydan artıq götürür. Bəli. Aydındır. Buyurun Aynur xanım. Əslində, yəni cəmiyyətdə baş verən dəyişiklikləri də nəzərə alaraqdan başlamaq istəyirəm söhbətə. Çünki işləyən qadınların sayəsində artım var indi. Bəli. Yəni bir əvvəlki nəsil bəlkə uşağı bağçaya erkən qoymaya çox negativ bir baxış açısı ilə baxırdısa, yəni onun işin gücü adı nədir, məcburdurmu işə çıxmağa deyə düşünürdüsə, yaşlı nəsil. 3-4 yaşından bizim dönəmimiz 3-4 yaşını əhatə edirdi. Amma indi yəni işləyən qadın sayısında artım olduğu üçün artıq yəni biz də, yəni yaşlı nəsildə bunu bir şəkildə tolerə etməyə, siz dediyiniz kimi bunu artıq bir biznesi çevirməyə çevirən də mərkəzlər var, bağçalar var yəni. Bu həyatımızın bir reallığı olduğunu bunu bugün qəbul etməliyik. Amma bunun öhdəsindən necə gəlməliyik? Çünki yəni belə qəbul olunmuş bir şeyimiz var ki, bir ön qəbulumuz var ki, ana uşağın valideynlər arasında ana uşağın tərbiyəsi ilə məşğuldur və anadan daha yaxşı o uşağı tərbiyə verəcək başqa birisi ola bilməz. Yəni o cür bir ön qəbulumuz var. Amma yəni
indi zamanı onu göstərir ki, telefonla oynayan, bütün günü telefonda, sosial mediada, daha dünən, yəni çox acınacaqlı bir xəbər oxudum, bilmirəm siz nə xəbərdar oldunuzsa, bir ana uşağını küvətə qoyur, yəni soyundurur, yəni çimizdirmək üçün qoyur onu küvətə və başı qarışır, alır telefonu əlinə. 2 saat keçir, 2 saatdan sonra yəni çox acınacaqlı bir halına qarşılaşır, uşağı artıq küvətdə vəfat etmiş görür. Yəni 2 saatlıq bir sosial media bağımlılığı bir uşağın bəli, həyatına mal olur, vaxtın necə keçdiyini xəbər olmur və ömrü boyu bir ana üçün bir suçluluq hissi, bir hər tərəfdən də qınaq hissi ilə yaşamaq zorunda qalacaq. Yəni biz zaman deyəndə keyfiyyətli zamanı nəzərdə tuturuq. Əgər valideyn keyfiyyətli zamanı uşağına təqdim edə bilmirsə, əlbəttə ki, əgər bağça bunu təmin edirsə, bəlkə bağça bir yöndən uşaq üçün daha faydalı ola bilər. Amma bir siz dediyiniz kimi 3-4 yaş idi öncələri bağçaya getməyə. Psixoloqlar da bu fikirdədirlər. Çünki 3 yaşından sonra uşağın başqa uşaqlarla oynamağa, rol oyunları qurmağa, yəni onlara marağı artır. Anadan bir nəbzə uzaqlaşır. Uzaqlaşa bilir. Yəni ana əlbəttə ki, onun üçün ən vacib fiqurdur. Amma 4 yaşında oğlan uşaqlar üçün bunu 4 yaş deyirik. Çünki oğlan uşaqlar anaya daha çox bağlı olurlar. 3 yaşında isə qız uşaqlar üçün deyirik. Təbii ki, bunlar təqribi deyilən bir şeydir. Yəni 3 yaşından sonra 3 yaş ad günü şamını üflədi, artıq bağçaya hazırdır demək olmaz. Hər bir uşaq fərqlidir. Amma ümumiyyətlə belə götürəndə uşaqların psixoloji olaraq hazırlığı 3-4 yaşından sonra daha bariz görsənir. Amma indi gördüyünüz kimi, bayaqlar qeyd etdiyiniz kimi 6-8 yaş arasında artıq uşaqlar bağça mühitinə alışmaq məcburiyyətində qalır. Bu anada həm ana tərəfindən günahkarlıq hissinə gətirib çıxarır ki, ana özünü günahkar hiss edir ki, mən uşağıma yetəri qədər qayğını göstərmədim, mən onun qidasına yetəri qədər önəm verə bilmədim, uşağım necə böyüdü xəbər tutmadım, görəsən ona necə baxırlar, yəni davamlı ana onlayn izləmədə uşağını təqib eləyir, yaxşı ana olma modelini göstərir. Əslində, cəmiyyətin də bir baskısı var, yəni. Sən mükəmməl bir ana olmalısan. Hər kəs onu gözləyir. Yəni, uşağının qayğısına qalan, 7-24 onun hər bir çağırışına cavab verən, müsbət bir ana obrazı var ki, analar bu obraza uyumağa çalışırlar. Və onlayn izləmələrlə, yəni uşağın ən kiçik bir göstərdiyi bir ağlama olsun, bir yemək yeməmə olsun, ana orada görürsünüz ki, aşırı təpkilər verir. Yəni gedir, dalaşır, yəni müdirəsinə qədər gedir ki, mənim uşağım qıraqda qaldı. 5 nəfər oturdular stolun arxasına, o qıraqda qaldı. Siz ona necə baxmır? Burada yaxşı ana, yəni o biraz günahkarlıq hissindən, yəni qaynaqlanır. İkinci yönü ilə o günahkarlıq hissini kompensasiya eləməyin yolu bahalı şeylər almaq. Uşağı bahalı yerlərə götürmək, bahalı oyuncaqlar almaq. Çox mən oyuncaq mağazalarında çox oluram, yəni özümə görə, işimə görə də oyuncaq çox alıram və uşaqlarla valideyn arasındakı ünsiyyətlərə çox diqqət edirəm. Görəsən onlar nə danışırlar, ana ona nə təklif edir, hansı oyuncaqlar təklif edir, uşaq necə buna reaksiya verir və çox vaxtda görürəm ki, uşaqlar oyuncaq istəmirlər. Yəni uşaqlar o qədər indiferent gəzirlər ki, o oyuncaq mağazasında, yəni çox da maraqlılarında deyil. Çünki evdə demək olar ki, hər şeylə təmin olunmuşlar. Amma ana biz davamlı ona bir şeylər təklif etməyə meyillidir. Yəni bu daha çox işləyən analarda görürük. Yəni onu mənim yerimə sənə bir oyuncaq alım, sən oyuncaqla başını qat, yəni o mənada bir mesaj vermiş olur. Və ya bahalı bir oyuncaq alım, səni ona öyrəşdirim və təmas etsin. Halbuki təbii sevgi yox, süni sevgi. Halbuki yəni keyfiyyətli ünsiyyətin, emosional bir bağın yerini verəcək heç bir bahalı oyuncaq yoxdur. Uşaqlar, yəni belə çox gözəl bir söz var. Uşaqlar sizin xərclədiyiniz pulu deyil, bahalı oyuncaqlarınızı deyil. Uşaqlar sizin onunla keçirdiyiniz zamanı xatırlayacaqlar. Bəlkə bir yerdə patlatdığınız popkorn ola bilər. Bir yerdə gedib bir
bir stəkan çay içmiş ola bilərsiniz, amma göz-gözə kontakt qura bilərsiniz telefonlar qıraqdaykən. Bunlar çox önəmlidir uşaqlar üçün və son olaraq da sözünüzün bir başqa sualınızın bir başqa tərəfi uşaqlarda hansı problemləri gətirib çıxara bilər? Erkən ayrılma uşaqlarda doğrudan da çox ciddi problemləri gətirib çıxara bilər. Məndən məsləhət aldıqlarında mən uşaqlara, valideynlərə bunu tövsiyə edirəm. Bağça mühitindənsə uşaqların evdə qalıb tanıdığı bir insanla daha ünsiyyət, ananın yoxluğunda tanıdığı, güvəndiyi, onunla rahat emosional bağ qura biləcək bir insana, amma ev mühitində daha çox ehtiyac var və bu daha uşağın psixoloji olaraq inkişafı üçün daha müsbət ola bilər. Əlbəttə ki, adekvat bir insanla. Aydındır. Və indi birazdan suallara da keçid edəcək. Bir neçə suallarımız da var. Eləsə iş mühiti ilə də bağlı suallar gəlib. Onu da qonaqlarımıza və mütəxəssislərimizə təqdim edəcəyik. Sponsor təqdimatı. Və bu arada verilişimizin sponsorlarına, dostlarımıza biz təşəkkürümüzü və minnətdarlığımızı bildirək və onların xidmətləri haqqında danışaq. Verilişimizin baş sponsoru Panda boyalarıdır. Azərbaycanın ən böyük rəng kataloguna sahibdir Panda boyaları və Avropanın qabaqcıl texnologiya əsasında öz məhsullarını da istehsal edir. 2006-cı ildən bəri yüksək keyfiyyət və sərfələ qiymət strategiyasına sadiqdir və bu günə qədər də inşaat işində, boya işində mükəmməlliğini qoruyub saxlayıblar. Hazır paytaxt və bölgələr üzrə bir çox satış mağazaları var və müraciət edə bilərsiniz. Paytaxt üzrə satış mağazalarından biri də Abşeron ticarət mərkəzində yerləşir. 2500-dən çox renk çeşidi olan yeganə boyadır Panda boyaları. Şəhərimizin yeni cazibə mərkəzi City Park Mola da sizi dəvət edirik. Şəhərdə Süleyman Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsində yerləşir. Həm alış-veriş imkanlarınızı, həm də ailəvi istirahətinizi City Park Molda reallaşdıra bilərsiniz. Uşaq əyləncə mərkəzi və çox yaxında sinemada ixtiyarınızda olacaq. City Park Mola gedərkən 3 saat, avtomobillə gedərkən 3 saat parkingdə pulsuzdur. Qonşumuz Obaya gedirik. Oba marketlər şəbəkəsi hər zaman öz qonşularını, öz müştərilərini sevindirməkdədir. İndirimlər kampanyalarla bərabər Oba marketlər şəbəkəsi qonşum qazansın lotereyasında elan edib və 30 aprel tarixinə qədər Oba marketlərində edilən hər 20 manat və üzəri alış-veriş loteriyada iştirak üçün bir şans qazandırır. Loteriyanın qalibləri isə may ayının 20-sində canlı yayımda elan ediləcək və loteriyanın sonunda 2 qalibə möhtəşəm mükafat var. Bir ədəd Bakıda 2 otaqlı təmirli mənzil və bir ədəd son model Toyota Corolla avtomobili sizi gözləyir. Ona görə də Oba marketlərdən bol alış-veriş edirik. Ən azı 20 manat və üzəri alış-veriş sizə məhz bu loteriyada iştirak üçün bir şans qazandırır. Obamıza təşəkkür edirik. Sağlam dostumuz isə West Hospital'dır. Təki sağlam olmağı hədəfləyə özümüz üçün, amma çətinliyimiz olarkən West Hospital'ın təcili tibbi yardım xidmətlərinə müraciət edə bilərsiniz. Həmçinin də digər xidmətlərlə bağlı qısa nömrə ulduz 7606 ilə də danışmaq olar. Avtomobilinizə Power Oil mərkəzlərlə güc qata bilərsiniz. Alman istehsalıdır və bütün satış nöqtələrində var. Azərbaycanda rəsmi nümayəndəliyi isə All Oil MMC-dir. Keyfiyyətli mərkəzlərlə güvənib Power Oil-u seçim edə bilərsiniz. 099 941 1414 nömrəsi də zəng etmək mümkündür. Eviniz və iş yeriniz üçün mükəmməl parket axtarırsınızsa Mr. Wood markasına güvənə bilərsiniz. Tam 25 il şirkət zəmanəti ilə ixtiyarınızdadılar. Ağşəhər, Xaqanın üstə Maltı ünvanlarında şourumlar da var. Buyurub gedə də bilərsiniz və mrwood.az sosial media səhifələrinə də yazmaq olar. Hazelə təşəkkür edirik. Organik məhsullar, nəfis dad, hədiyyəlik məhsullar Hazel markasında cəmləşib. Umana.az saytı iş elanları üçün ən gözəl bir saytdır və həm bura hər gün yüzlərlə, minlərlə iş elanları yerləşir ki, bu da sizin iş tapmağınız üçün ən yaxşı vasitədir və şirkətlərə səslənin ki, iş elanları, vakansiyalarınızla bağlı elanları yerləşdirib qısa müddətdə geri dönüş əldə etmək istəyirsinizsə, Umana.az saytına müraciət edə bilərsiniz. Qeydiyyat da çox sadədir. Bu dəqiqədə Umana.az saytına daxil olmaq olar. Boya axtaran insan, sona dək qulaq assan, işin olar asan. Hansı rəngi axtarsan, mağazaları dolaşsan, ustalardan soruşsan və istəmirsənsə nöqsan, bir cavab alarsan. 25 ildir, soxsan. Araz Radiosunda reklam vaxtı. O
həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alış-veriş səbəti sevinc doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Soyuq aylar daxili işler için en uygun zamandır. Panda'nın Pamplus boyası bu işte size kömək edecek. Yüksek yapışma gücü, yuyulabilen ve çatlamayan formulu ile Panda Pamplus boyası her növ daxili setleri mükemmelleştirir. Panda boya, renk katır dünyaya. Kısa nömrəmiz Ulduz 1008. Best Hospital pasientlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Yol nəqliyyat infrastrukturu, tikinti işlərinin layihələndirilməsi, tikinti təmir, bünövrə, qazıntı və söküntü, su meliorasiya işlərinin aparılması, abadlıq, yaşıllaşdırma, park və istirahət zonalarının, süni göllərin salınması, körpülərin tikintisi və bərpası, fibroptik kabellərin çəkilməsi, landşaft, beton işləri və bu kimi bir neçə xidmətləri ilə seçilən Aran Construction ağır və xüsusi texnikaların icarə və satışını da həyata keçirir. Zumlion kənd təsərrüfatı traktorlarının Azərbaycanda rəsmi nümayəndəsidir. Maraqlananlar 055 399 0707 nömrəsi ilə əlaqə saxlaya bilər. Yeni markalar, sürpriz endirimlər, mükəmməl restoranlar, məşhur fast food şəbəkələri, uşaqlar və gənclər üçün əyləncə. Portal Games, City Park Mall'da, şəhərin yeni cazibə mərkəzində 400 maşınlıq, 2 mərtəbə qapalı parking və ilk 3 saat pulsuz parklanma yolunuzu gözləyir. Rahat alış-veriş, unudulmaz dadlar və gününüzü əyləncə ilə dolduracaq bir məkana hazır olun. Ünvan Babək prospekti ilə Süleyman Vəzir küçəsinin kesişməsi, Bakı, Ağşəhər. Xəbərin yoxdur, indi bil, obadan hədiyyədir. Bakıda 2 otaqlı, tam təmirli mənzil və yepyeni avtomobil. Qonşu obadan sən də qazan, martdan aprelə var həyəcan. Gəl iştirak et unutmadan, ay qonşu gəl sən də qazan. Oba marketdə lotereya var, iştirak et sevinc apar. 30 aprelədək Oba Marketdən 20 manatlıq alış-veriş et, Bakıda 2 otaqlı mənzil və ya avtomobil qazanma şansı əldə et. Avtomobilinizə Power Oil mühərrik yağları ilə güc qatın. Almaniya istehsalı olan Power Oil-ı bütün yağlama və ehtiyat hissələri məntəqələrindən əldə edə bilərsiniz. Bu markanın hər növ mühərrik, sürət qutusu yağları və antifrizləri mövcuddur. Power Oil yağlarının Azərbaycanda rəsmi nümayəndəliyi All Oil MMC-dir. Telefon 099 941 14 14. Ev və iş yeriniz üçün mükəmməl parket axtarırsınız? Azərbaycanın keyfiyyətli parket brendi olan Mr. Wood sizin üçün isti döşəmə rahatlığını, davamlığı və zamansız gözəlliyi bir araya gətirir. Cızılmaya qarşı dayanıqlıdır. Hər dizayna uyğun mükəmməl seçimləri var. Tam 25 il şirkət zəmanəti də mövcuddur. İndi Mr. Wood ilə məkanınızı yeniləyin və keyfiyyəti hiss edin. Telefon 070 288 1991. Ünvan Ağşəhər, Xəqan Rüstəmov 6. Neptun Fayda digital kart ilə alış-veriş daha rahat olacaq. Artıq plastik karta ehtiyac qalmadı. Sadəcə fayda.neptun.az saytına daxil ol, qeydiyyatdan keç və kartını bir toxunuşla telefonuna əlavə et. Daha çox alış-veriş, daha çox cashback. Telefonunu göstər, bonuslarını topla və qənaət et. Əlavə olaraq fiziki kartınızı da fayda.neptun.az saytına keçid edərək anında digital karta dəyişə bilərsiniz. Neptunda alış-verişi daha asan, daha faydalı və daha müasir hala gətirən Neptun Fayda digital kartı siz də dərhal əldə edin. Telefon 162. Neptun Fayda sizin müasir fayda kartınız. Şanslı ödənişlər lotereyası başladı. ABB-nin kartları və post terminalları ilə Aras supermarketlərdə hər 20 manatlıq ödənişiniz sizə uduş şansı qazandıracaq. Mobil telefon, ağıllı saat, qulaqlıq və nəhayət avtomobil. ABB Mastercard kartları ilə ödənişlər şansınızı 2 qat artırır. Ətraflı 937. Aras Radyosunda reklam vaxtı. City Park Mall'da inanılmaz fürsət. 20 martdan 20 iyuna qədər hər 40 manatlıq alış-verişdə Toyota Corolla və bir çox dəyərli hədiyyələr qazanmaq şansı əldə et. Daha çox alış-veriş, daha çox şans deməkdir. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznesə başlamaq istəyirsən? İstəmək kifayət deyil. Əsas ilk addımı atmaqdır. Bu dəfə sıfırdan yox,
təcrübələrdən başla. İş adamlarının hekayələrini biznes mərkəzində dinlə. Bar sponsor, Panda boyaları, xüsusi sponsorlar, Oba marketlər şəbəkəsi, City Park Mall, West Hospital, Aran Construction, parket markası Mr. Wood, Power Oil mühərrik yağları, Umano.az, sponsor Hazel. Değerli dostlarımız, yavaş-yavaş ilk saatimizi yekunlaşdırırıq, amma ikinci saatimizdə müzakirələrimizi davam etdirəcəyik və şirkətlərdə iş mühiti necə olmalıdır? Görürsünüz, bəzən şirkətlərdəki iş mühiti deyirik, amma o mühitin formalaşması gedir ta bünövrədən çıxır. İndi biz gəldik, çatdıq hətta ailə məsələlərinə, uşağı hazırlama prosesləri, uşağı uşaq kimi böyütmə məsələsi, onun cəmiyyətə növbəti mərhələlər üçün tam hazır olması. Yəni biz deyirik iş mühiti, amma iş mühitindəki davranışlar bu məncə bizim bu vaxta qədər formalaşdırmaq istədiyimiz sonuncu mərhələdir. Amma biz o mərhələləri buraxmışıq, bəli. Səhvlərimiz varmı? Var. Bəzən bu məsələlərdə boşluqlar edirik və bəzən ya bilərəkdən ya da ki bilməyərəkdən bu kimi nüanslara yol verir və bu da gətirir növbəti mərhələlərdə həm cəmiyyətdə, həm ailə mühitində, həm iş mühitində gərginliklərə və hətta bəzən mənfi nüanslara gətirib çıxarır və iş mühitinə də təsir edir. Və bu kimi məsələləri biz müzakirə edirik və İnsan Yaşam Mərkəzinin icraçı direktoru Aytəkin Nəsirli, İnsan Yaşam Mərkəzinin həkim klinik psixoloqu Xədicə Həbibullayeva və həmçinin də mərkəzin yeniyetmə uşaq psixoloqu Aynur Qəlimova ilə ikinci saatımızda söhbətimizi biz davam etdirəcəyik. Bir neçə suallarımız da var bizə gəlib. Suallar üzərində ən çox iş mühiti ilə bağlı suallar gəlib ki, iş yerlərində əməkdaşlar ən çox nə motivasiya edə bilər və bugün iş mühitində pozitiv dəyişiklik etmək istəyən rəhbərlik nədən başlamalıdır? Bu suallar verir, cavabları ikinci saatda vardır. Çünki başlasaq xəbərləri unudacağıq. Sonra iş yoldaşları arasında rəqabət nə dərəcə olmalıdır və buna həssas yanaşma ilə bağlı bizə yazıb göndəriblər və bu kimi sualları biz ikinci saatımızda davam etdirəcək dəyərli dostlar və ikinci saatımızda həm də yarışmamızda olacaq. Günün valyuta məzənnəsi. Azərbaycan Mərkəzi Bankının bugün olan rəsmi valyuta məzənnələrinə əsasən ABŞ dollarının məzənnəsi dəyişməyib 1.7 manatdır. Avronun məzənnəsi 0.82% artaraq 1.88 manatdır. Rusiya rublunun məzənnəsi isə 0.36% artaraq 1.97 manatdır. Bir Türk lirəsi isə olduğu kimidir. 0.4 manat təşkil edir. Biznes xəbərlərini isə ikinci saatımızda sizin diqqətinizə çatdıracaq. İndi xəbərlərə bağlanacaq və ikinci saatımızda görüşərik. Xəbər vaxtı. Salam,
Salam, hər vaxtınız xeyir əziz dinləyicilər. Efirdə xəbərlərdir. Studiyadan mənəm Güneyl Qədimova. Bu ilin birinci rübündə 36 nəfər hərbi xidmətə yararsız olsa da xidmətə çağırılıb və əksinə 26 nəfərin isə sağlam olmasına baxmayaraq tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. 12 nəfərin saxta sənədlərlə hərbi xidmətdən yayınması faktları aşkarlanıb. Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları təsdiqləndiyindən materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə təqdim olunub. Ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı açıqlanıb. Bu ilin əvvəlindən bugünə qədər 62 nəfər ölümündən sonra orqan bağışlamaq üçün müraciət edib. Bu barədə trendin sorğusuna cavab olaraq orqan donorluğu və transplantasiya üzrə koordinasiya mərkəzindən məlumat verilib. Bildirilib ki, ölümündən sonra orqan bağışlayanların sayında artım müşahidə olunur. Müraciət edənlərin yaşı 18-dən yuxarıdır. Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarlarının rəhbəri Həsən İbrahim öldürülüb. Bu barədə Latakiyadakı İctimai Təhlükəsizlik Baş Departamenti məlumat yayıb. Qrupun lideri təhlükəsizlik qüvvələri bölmələrinin üzvləri ilə toqquşub. Nəticədə o dərhal məhv edilib. Onunla birlikdə olanlar isə öldürülüb deyə bildirilib. Məlumata görə onunla birlikdə silahlı bölmənin bir neçə üzvü öldürülüb. İddia olunub ki, Həsən İbrahim orduya və təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak edib. Birləşmiş Ştatlar Çin Xalq Respublikasından idxal olunan məhsullara gömrük rüsumlarını 104%-ə qədər yüksəldib. Bu barədə Ağ Evin mətbuat katibi Caroline Levitt məlumat verib. Onun sözlərinə görə yeni rüsumlar bugündən qüvvəyə minir. O bildirib ki, bu addım Çinin cavab tədbirlərinə reaksiya olaraq atılıb. Çinin cavab tədbirləri qəbul etməsi səhv addım idi deyə Levitt vurğulayıb. Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın fikrincə isə Çin sonda Birləşmiş Ştatlarla ticarət sazişi bağlamağa razı olacaq. Əziz dinləyicilər, mənim çatdıracaqlarım hələlik bu qədər. Növbəti saatda eşidilərik. Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə Sağlam xəbəri dinləyirsiniz. Xolesterin səviyyəsini ən güclü şəkildə artıran qəhvə növü məlum olub. Mütəxəssislər bildirir ki, qəhvə maşınında və ocaqda dəmlənən qəhvə növləri ürək-damar sisteminin sağlamlığı üçün ən zərərli hesab olunur. Məhz onların tərkibində pis xolesterinin səviyyəsini artıran maddələr aşkar olunub. Həkimlər qeyd edir ki, bu maddələrin konsentrasiyası qəhvə maşınının növündən və filtrlərin nə qədər əvvəl təmizləndiyindən asılı olaraq dəyişir. Qəribədir ki, müntəzəm olaraq təmizlənən qəhvə maşınları ən pis nəticələri göstərir. Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə Sağlam xəbəri dinlədiniz. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Araz radiosunda reklam vaxtı. Yüksək faizlə kreditin var? Bankov Baku sənə 5%dək endirimlə 50.000 manatadək kredit təklif edir. Hazır ki kreditini Bankov Bakuya gətir. Düz 5%dək endirim qazan. Üstəlik premium kartda hədiyyə. Ətraflı 145. Bankov Baku. Diaqnoz Tibb Mərkəzində mədə-bağırsaq xəstəliklərinin ən müasir, dəqiq, unikal endoskopik diaqnostikası və müalicə xidmətləri aparılır. Gastroenterologiya şöbəsində müxtəlif endoskopik əməliyyatlar, o cümlədən öd yoluna düşən daşların endoskopik çıxarılması, mədə-bağırsaq qanaxmalarının dayandırılması, yad cisimlərin, poliplərin xarici olunması, stent yerləşdirilməsi icra olunur. Diaqnoz Tibb Mərkəzində gastroskopiya və kolonoskopiya müayinələri və bir çox endoskopik prosedurlar icbari tibbi sığorta göndərişləri ilə ödənişsiz həyata keçirilir. Ünvan Xətai rayonu Əhmədli qəsəbəsi Sarayeva küçəsi 38C. Məlumat telefonu 904, mobil 055 754 4303. Diaqnoz Tibb Mərkəzi İqtisadiyyat Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Bankov Baku'dan bahar krediti. İndi Bankov Baku'dan 50.000 manatadək nağd pul kreditini minimum 9,9% ilə əldə edin. Bankov Baku. Araz radiosunda reklam vaxtı.
qovuşduran radio. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznesə başlamaq istəyirsən, istəmək kifayət deyil. Əsas ilk addımı atmaqdır. Bu dəfə sıfırdan yox, təcrübələrdən başla. İş adamlarının hekayələrini Biznes Mərkəzində dinlə. Bar sponsor, Panda boyaları, xüsusi sponsorlar, Oba Marketlər şəbəkəsi, City Park Mall, West Hospital, Aran Construction, Parket markası Mr. Wood, Power Oil mühərrik yağları, Umano.az, sponsor Hazel. Mənə nə irədə
dünyasının aparıcı adları biznes mərkəzində təcrübələrini sizinlə bölüşür. İş dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes mərkəzi. Rüfət Nadirinin təqdimatında. İkinci saatımız başladı. Hər vaxtınız bir daha xeyirli və uğurlu olsun. Biznes mərkəzi efirdədir və mikrofon önündə də mənəm Rüfət. Şirkətlərdə iş mühiti üzrə biz danışırıq və İnsan Yaşam Mərkəzinin dostlarımızı, İnsan Yaşam Mərkəzinin əməkdaşlarını efirimizə dəvət etmişik. Həm bu barədə peşəkar mütəxəssislərin fikirlərini alırıq, həm də dinləyicilərimizin suallarını təqdim edirik. Veri gəlmişkən bir dinləyicimiz sual ünvanlamışdı ki, iş yerlərində əməkdaşları ən çox motivasiya nə edə bilər? Və bu sualın cavabını İnsan Yaşam Mərkəzinin həkim, klinik psixoloqu Xədicə xanıma da ünvanlayırıq. Xədicə xanım, iş yerlərində əməkdaşlara ən çox nə motivasiya edir? Təbii ki, ağlımıza birinci pul gəlir. Baxın, əgər ağlımıza birinci pul gəlirsə, pul çox şeydir. Yəni 80-90% bəzən bizim həyatımızı təmin edən bir vasitədir. İş yerlərində də təbii ki, motivasiya şəkli puldur, birinci ağla gələn. Amma pul həmişə deyil. Yəni insan axı bizim həyatımızı tək o idarə eləmir. Bizim həyatımızda çox şeylər var ki, pulla əlaqəsi yoxdur. Misal üçün, deyək ki, emosional ehtiyaclarımız. Emosional ehtiyaclarımızı pulla təmin etmək mümkün deyil axı. Məsələn, nəyə görə? Məsələn, xarici şirkətlərdə bir yerdə iş, misal üçün, mənim oğlum Almaniyada işləyir, oxuyur, həm də işləyir. Məsələn, onlarda təzə ilə işə girmişdi. Dedi ki, bəs biz bir yerdə qrupa ilə, iş yerindən şirkət olaraq böyük bir hansı adaya gedəcəyik gəzməyə. Bəs neçə saat? Dedi ki, səhər çıxacaq, axşam gələcəyik. Məsələn, bunların hamısı elə belədən deyil. İnsanların bir-birindən ünsiyyəti, bir-birindən qaynayıb qarışması, təkcə iş mühitində deyil, adi gündəlik həyatda da bir-biri ilə təmasda olması, ünsiyyət qurması, bunlar hamısı vacib məqamlardır. İşçini motivasiya edən bir şeylərdən biri də rəhbər şəxslə onun arasındakı münasibətdir. Münasibət deyəndə nəyi nəzərdə tuturam? Məsələn, əgər təbii olaraq biz işdən rəhbər şəxs olaraq işin yaxşı getməsi üçün keyfiyyətli iş istəyiriksə, biz iradları bildirməliyik, düzdür? Bu irad bildirmək nə deməkdir? Məsələn, bir dəfə baxın, Aytəkin xanım o da deyər, Türkiyədən bir mütəxəssis gəlmişdi, elə Sinan Canan. Məsəl üçün, onlar bizə, bu şirkət təzə yarananda bizə bir seminar verdilər. Mənə çox qəribə gəldi. Seminarın adı iradın bildirilmə şəkli idi. Mən dedim, nə maraqlıdır, yəni mən bunu oxumuşam, bilirəm də, amma həm də qulaq asmaq, türklərdən də qulaq asmaq çox maraqlı olardı. Siz təsəvvür edin ki, iradın bildirilmə şəkli, 2 saatlıq seminar. Yəni, bu nə deməkdir? Punktlarla yazdırır bizə, qeydiyyat aparırıq. Mən hələ nə qədər kitabını oxumuşam, bilirəm. Mən uşağımı böyütmüşəm, bunun texnikalarını əzbər bilirəm. Yəni, xəstə ilə işləyirəm. Amma nə qədər şeyləri vurğuladı və nə qədər şeylər bizim beynimizdə qaldı. Yəni, bizim hansı rəhbər şəxsimiz iradın bildirilməsi texnikalarını bilir, mənimsəyib. Bilmirlər. Bilirsiniz nəyə görə? Bilmədiklərimiz üçün də biz iradı səsləndirmə imkan verilmir. Bəli, iradı səsləndirmək... Bu hamısına aid olmasa da var belə. Bizdə irad bildirilmir. Bizdə təhqir və tənqid olunur. Bizdə rəhbər şəxslər elə utandırmaq, qınamaq, müqayisə etmək, bu iradın bildirilmə şəklidir bizdə. Amma əslində iradın bildirilməsində o qədər nüanslar var ki, zaman, məkan, həmin kənara çıxmadan heç bir emosiyasız, orada emosiya olmamalıdır. Yəni, həmin o hansı şəkildə bu baş verdi. Ora qədər yəni sən bildirməlisən. Sənin oturuşuq şəklin, sənin o insanla yəni göz təmasında olmağın, eyni səviyyədə oturmağın, sən
elə biri oturubsa, sən ayaq üstəsənsə və o insana irad bildirirsənsə, təbii olaraq o insan özünü balaca görəcək, narahat olacaq, özünü pis hiss eləyəcək. Göz təması qurmursansa, burada telefonda nəyəsə baxıb yuxarıdan aşağı səsinin tonunu düzgün ayarlanmırsansa, o iradı bildirirsənsə, təbii olaraq bunların hamısı bu balans pozulacaq. Və o insan, qarşısındakı insan hansı emosiya keçirdəcək və o problem qalacaq həmin orada, heç o problemi eşitməyəcək. Gələcək başlayacaq fikirləşməyə ki, müdirin məndən şəxsi qərəzliyi var, müdir məni təhqir eləmək istirdi, bu nə tənqid eləyir, məni gözüm çıxdıma salıb, bu necə demək formasıdır, niyə başqasına demir, başqası mənə deyir. Bildiniz necə? Yəni, onu algılamaq da rəhbər şəxsdən asılıdır. Əgər bir insan, misal üçün mən, Xədicə Həbibullayeva olaraq məqsədim var. Mən istəyirəm ki, Azərbaycanda savadlı psixoloq deyəndə ilk ağla gələnlərdən biri də mən olum. Bunun üçün mən məsuliyyət daşıyıram birincisi. Mənim məsuliyyətim olmalıdır ki, mən bu yerə layiq olum. Amma rəhbər şəxslərin çoxsu bu məsuliyyəti dərk eləmirlər. Bu saat layiq olmaq məsuliyyətin yerinə bir sizinə keçibdir. Bu mənim haqqımdır. Bəli. Haqqımdır söhbəti. Mənim haqqımdır deyirsənsə, artıq sən fikirləşirsən ki, mən heç nə eləməli deyiləm bunun layiq olmaq üçün. Heç nə eləməli deyiləm. Mən bunun, yəni, bu mənim haqqımdır, nə məsuliyyət, yəni. Başqası deyil, mənim kimi, məndən də əksi idi, məndən də aşağı səviyyəli idi. Mən filan yeri oxuyub qutarıb gəlmişəm, bu mənim haqqımdır. Yox, mən 20 ilin həkimiyəm. Mən 10 ildir psixoterapevt kimi fəaliyyət göstərirəm. Mənim xəstəm xəstə gətirib, mənim pasiyentim pasiyent gətirib. Mən heç özümü reklam eləməmişəm. Mən son 2 ildə sosial şəbəkələrdə aktivəm. Və mənim də aktivliyim nəyə görə oldu? Hamı mənə dedi ki, Xədicə xanım, siz bir sosial şəbəkələrdə heç yoxsuz. Misal üçün, pasiyent gəlir, deyir, siz sosial şəbəkələrdə yoxsuz. Görürəm ki, həqiqətən də olmalıyam. Hətta bəzən sosial şəbəkədə olmadığı halda sual yaranır ki, yaxşı, bu necə həkimdir ki, sosial media səhifəsi yoxdur? Bəli. Məndən bir dəfə həkim istəmişdilər, indi başqa sahə həkimi. Mən çox savadlı həkim idi, yönləndirdim. Və mənə zəng elədi ki, çox qəşəng həkimdir. Bu sənin nəyindir? Deyirəm, heç nəyim. Sadəcə həkimdir də. Yəni mən də istifadə edirəm. Yararlanmışam bir xəstə olanda. Yəni çox keyfiyyətli, işini görən və sizə nə lazımdır? Həkim. Biz də yönləndirmişik. Görəm ki, belə qəribə bir qaldı. Dedi, yox, bu həkimin səhifəsi yoxdur ki. Siz həkimin savadlığını səhifəndən mi ölçürsünüz? Yəni, illata ki, bunun Instagramı 5K olmalıdır, 50K olmalıdır və ya da ki, TikTokda sizinlə söhbət edərkən canlı yayın mı açmalıdır? Yəni, bu cür yanaşan da var. Bax, görürsünüz, sizi məcbur ediblər ki, nəyə görə? Siz də məcbursunuz ki, işinizi daha geniş etmək üçün həm həkim olasın, həm də bloger olasın. Bəli. Deməli, mən necə oldu? Sosial şəbəkələrə çıxmağa başladım. Məni pasiyentlərim başladı məcbur eləməyə. Deyir ki, Xədicə xanım, mən sizə məsləhət görürəm, axtarırlar, sizi tapmırlar. Mən dedim ki, əgər mən sizə kömək eləyə bilirəmsə, siz də mənə məsləhət bilirsinizsə, demək ki, burada bir problem yoxdur. Deyir, yox, problem var, ay Xədicə xanım. Deyirəm ki, nə problem var? Baxın, deyir, siz özünüzü tanıtmadığınıza görə və sonra o mənim ağlıma batır, mən başladım sosial şəbəkəmdə aktiv olmağa. Dedi ki, siz özünüzü tanıtmadığınıza Xədicə Həbibullayeva elə yazsalar çıxacaq. İndi hal-hazırda canlı yayımda açmışam. Dedi, mən gördüm ki, necə deyim, zəif sosial məsuliyyəti qadınlar özlərini psixoloq kimi adlandırırlar və bu psixoloq çox gözəl danışırlar, amma bunun altında başqa şeylər yatır. Yəni, əxlaqsızlıqla məşğul olurlar. Və mən bunlar belə danışanda, bu səhvlər gəlib çıxırdı da mən qabağıma. Mən həmişə deyirdim ki, buna bax, bu nə danışır, bu səhvdir. Sonra bir gün özümə dedim ki, Xədicə, sən əcəb eləyir danışır, o onu danışır, sən çıxıb deyirsən ki, baxı, bunun əslində doğrusu budur. Sən danışmırsan, sənin kimi nə qədər də var, savadlısı danışmır. Ona görə də bu insanlar bu camianı tutublar. Ona görə də mən başladım 2 il bundan əvvəl aktiv şəkildə idarə etməyə səhifəmi. Düzdür, yenə də arada hər gün paylaşımlar eləmirəm. Elə indi, misal üçün, artıq 1 saatdır veriliş başlayıbdır. Mən hələ indi yadıma düşübdür ki, canlı açsam yaxşı olardı. Yaxşı gecikməmisiniz.